uyğun misallar. Yes. Gərək ki, ə, öz fikrimizi ifadə eləyək. Razıyıqsa bunu təsdiq eləyəcəyik. Narazıyıqsa yenə də bunu Mhm. təsdiq eləyəcəyik. Examiner Yes. bizə nə istəyir? İstəyir ki, siz əgər razısınızsa, niyə Bir razısınız? dəfə Yəni ona fikir fikrinizi verməliyik ki, hə, fikrinizi razıyıq. təsdiq eləməlisiniz. Yes. Mütləq ki, yəni biri var ki, bu arada introduction-dan conclusion bir-birlərini əvəz edin, parafraza halında olmalıdırlar. Parafraz. Yəni introduction başqa şey danışın, gedim conclusion başqa şey, uje esse gəlir 4-5 bal alası. 4 bal belə verirlər. Yəni çünki əsas sizdən istənilən odur ki, öz fikrinizi akademik yolla təsdiq edə bilirsinizmi? Fikri qoymaq asandır. Əsas onu təsdiq eləməkdir. Fikri qoymağa hər kəs qoyur, amma təsdiq eləyə bilirsinizsə, o deməli sizə yuxarı bal gələ bilər. Və məsələn burada yazmışam da, you should paraphrase the question and give your opinion. Agree disagree hissəsində mütləq ki, introduction hissəsinin birinci hissəsi gəlir paraphrasing, sonra thesis statementdır. Thesis statement nədir? Yəni give your opiniondur. Burada da Yes. deyirsiniz ki, I agree or I don't agree və yaxud da ki, I disagree. Don't agree deyil də disagree desəz daha yaxşıdır. Və bəzən də deyirlər I completely agree. Bunu daha belə I emphasize eləmək strongly üçün agree. yes, bunlardan istifadə etsə daha yaxşıdır. Məsələn bizim Partly mövzumuz agree də var. Eləsi var ki, tamamilə razı deyil. Elə bir yes, şey də oxumuşdum. yeah, hər iki onu gələn dərs istəyirəm izah eləyim. Yes, həm razıdır, həm razı deyil. Onu deyirsiniz də. Hər Bəli. iki tərəfə baxır. Yes. O da var. Amma biz daha çox bizim üçün rahat olsun deyə birini seçib yazırıq. Birinin Mhm. tərəfini seçib yazırıq ki, o daha rahat izah olunsun. Amma ikinci, onu da yazmaq üsulu var. İkincinin də, onu da gələn dərs izah mən environment-ı öyrənmişik deyə, environment mövzusu götürdüm bizə ki, rahat olsun. Yəni gələn həftəyə də environment mövzusuna esse götürəcəyik yazmağa. Some people think that governments should do more to protect the environment. To what extent do you agree or disagree? Bunu biz necə parafraz eləyərik sizcə? Many individuals have argued that Yes. authorities should mesela ne demiyorlar? Should set, yok set idi. Carry out Yes. some regulations for protecting Əla. environment. Super. Görsüz environment öyrəndiyimiz sözlər tətbiq elədik. Onsuz da 10-dan 12-dən topik olur IELTS-da. Writing-da onları istifadə etmək, onlar bizə skorunuzu necə yuxarı qaldırır, yuxarı level sözün düzgün yerində istifadə olunması. Biz də уже topik üzrə öyrənirik də bilirik ki, harda istifadə olunmalıdır da, random öyrənmirik. Əla. Aha, bəs Nərmin xanım siz necə parafraz eləyirsiniz? Mhm. Um, Many individuals thought about. Many individuals have. Burada hansını deyirsiz? Yaşıl olanı deyirsiz? Yes, bunu biz parafraz eləyək. Mhm. Many individuals think that authorities bring should do more preserve the ecosystem or natural surroundings. Yes, o da olar. Amma sinkin əvəzinə nə Ha, istifadə edə bilərik? Sinkin əvəzinə inanırlar deyə argue, bilərik. believe. Believe, Believe. believe. Ən çox argue-dan siz bax argue demişdiniz də. Argue da olar, amma ki ən çox believe uyğundur. Ya çünki Yes. sinki biz believe-dən mən sizə göndərdiyim PDF-də yox idi o. Believe yazmamışdım Ha, feillərini. Sink olmalı. ola bilər believe-lə əvəzlənir ki. Və burada some people əvəzinə individuals, yes, people əvəzinə individuals, Human. government Yes. əvəzinə Elvira xanım dedi, Authorities. authorities, super. Başka da var idi. Protect əvəzinə preserve, Preserve. authorities, State hə? vardı. States. Statesman, Yes. states dövlət, statesman dövlət adamları, yes, onu da deyə bilərik. Policymakers var idi sonra. Policy. Policymakers Yes, o da legislation. olar, amma ki burada authorities daha uyğundur. Yes. Ən çox People yerine authorities. citizens da ola bilər. Vətəndaşlar individuals deyək də, yəni Yes. citizens da olar, amma Individuals daha iyi. individuals daha uyğundur. Və burada mən nowadays yazmışam. Bunun əvəzinə recently də deyə. Nowadays daha biraz aşağı görünür əslində. Biz lap belə 7 plastik esti yazırıqsa, In recent recently. case ben yazdım çok. Yes, in recently yazsaq daha yaxşı olar. Və açırıq. Məsələn, many people believed də. Burada believe people əvəzinə nə qoyduq? Individuals, yes. Yes, Yes. individuals believe that. Topikimiz nədir?
Bunu açırıq. Zətdən sonrasını açırıq. Bayaq dediyimiz kimi, many people believe that authorities should, məsəl üçün deyək ki, uh, give more regulations to preserve the environment or natural surrounding. Gördünüzmü? Əvəzdədik, amma eyni mənanı verdik. Bizim bu Humorun mənası regulation'dır ki, yəni nəyi regulation, eləməlidir? regulation qaydalardır. Çoxlu, yəni Bəli, onu qaydalar, bildim. Do qanunlar. more'un give more regulation'dan necə əvəz olunur ki, başa Sadəcə düşmədim. yəni biz deyirik ki, neynəyə bilər Hı ölkəni hı. bəzi deməli insanlar düşünürlər ki, dövlət qorumalıdır. Biz də deyirik ki, yəni verə bilər də qorumaq üçün qanun verəcək də, başqa necə qoruya bilər ki? Yəni Bəli, gərək ay. qanun versin ki, biz də o qanuna tabe olaq və qoruyaq environment-ı. Ona görə. Hı. Mhm. Və biz bu fikirlə razıyıq, yoxsa yox? Əsas onu bildiririk. Əgər razıyamsa, yenə də səbəbini verməliyik. Amma ki, səbəbi açıqlaması ilə introduction vermirik ya. Səbəbi sadəcə phrasal verb kimi və yaxud da ki, belə bir neçə söz, cümlə şəklində də deyil. Söz birləşməsi şəklində səbəbləri izah edirik introduction da ki, biz o səbəbləri açacağıq body 1 və body 2-da. Məsəl üçün, səbəb nə verə bilərsin Ərmin xanım siz burada? I completely agree with this opinion because Um, strict regulations, regulations, yes. ciddi qayda qanunlar, Aha. strict regulations Hı. help help people or how to help people to protect environment effectively and No, 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 no. Biz nəticəsi lazımdır. Nə səbəb. olacaq? Yəni yes, səbəbdir. Amma yəni o səbəbin nəticəsi nə olacaq? Səbəb verirsiniz ki, Ha, m- if we hə, yəni belə deyim də, əgər sərt qayda qanunlar tətbiq olunsa, ə, introduction if verməliyik. If yəni bu adilərdə işlətsəz daha super olar. Sadəcə deyək ki, məsələn, bayaq dediyiniz kimi, strict regulations strict regulations help people, hı, məsəl üçün insanlar nəyə kömək edə bilər? daha diqqətli To olmağa. know, to know more about environment, Yes, ətraf to mühit know haqqında more daha çox about bilməyi, environment. and burada verilib məsələn reduce pollution, çirklənməni azalda Environment benefits to people's lifestyle. ə, Faydalarını insanların həyat tərzinə. yox. Bilsiz o nəyə Çox yazmalısınız? daha şey olur, speakingə gedir bu. Ha, yes, general olur. Bizə lazımdır ki, siz orada açıqlamanı verəsiniz ki, burada baxın reduce pollution, deməli body one-da reduce pollution-a danışacağam. Belə yazmaq olar. Hə, public Hı. awareness deyirəmsə, deməli body two-da public awareness-dən danışacağam. Amma siz deyəndə Hmm, həyat tərzinə təsir eləyir. Bu ümumi çıxır. Biz orada Hı. ümumi onsuz da orada danışacağıq bodydə. daha Bizə special. xüsusi sözü, yes, xüsusi sözü lazımdır ki, biz onu yazaq ki, bura aşağıda onu açaq. Yes, Belə reduce ola Yəni, bilər pollution. də. It aha. brings about less diseases. Less diseases. Yox, siz xəstəlikdən danışmaq istəyirsinizsə, yes. Bir Onda də deməli siz body one-da xəstəlikdən danışacaqsınız. aha, Aha. bir də lax regulations or Əla. rules contributes to bir dəqiqə, climate change. Onda deyəcək ki, Bir strict abzasda climate change-dən, bir abzasda isə disease-dən danışırıq ki, o məsələn hansı fəsadlar gətirir insanlara. super. I completely agree with this opinion because lax or strict regulations contributes to the climate change and less no and bringing less disease. Yes. Daha doğrusu yayılması Bu da xəstəliyin, avoid. Hə. spreading less disease daha az yayılmasına gətirib çıxarır. Və yaxud da creating də deyə bilərik. Yes. Və bodylərdə ondan danışacağız. Nərmin xanım siz də nəyi verirsinizsə mütləq xüsusiləşdirin onu introduction-a. Siz onu xüsusi yazmırsınız, onlar sizin balınızı kəsirlər. Balın kəsilməsinin əsas səbəbi budur, xüsusi yazmırsınız. İndi ev tapşırığı götürəcək yenə environment mövzusunda mütləq şəkildə çalışın ki, o mövzuda siz həm xüsusiləşdirəsiniz, həm də ki, öyrəndiyimiz o vokabulyari var, onu istifadə edəsiniz burada.
Uca həm speaking-də istifadə eləsək o vokabullardan, həm writing-də istifadə eləsək, yadınızdan çıxan deyil o sözlər. Və təbii ki, nümunələri də oxuyacaq. Sonra body 1, body 2-da bunu baxın burada yazmışam ki, just explain your opinion in this stage. Yəni bu body 1-larda və yaxud body 2-da body ümumiyyətlə sadəcə fikirlərinizi izah eləyin. Və bu izahı yenə PEEL metoduna gətirirəm. PEEL metodu yadınızdadırmı? Topic sentence, explain, example, conclusion. Eyni metodla gedirik. Yenə də birinci nədən danışacağam? Məsəl üçün reduce pollution-da da biz topic sentence-dən bunu bildirəcəyik orada reduce pollution haqqında nə demək istəyirik. Sonra onu explain edəcək ki, niyə belə düşünürük, səbəb nədir? Nümunə də verib təsdiqləyəcək və sonda conclusion verəcək ki, fikrimi nə demək istəmişəm mən. Məsəl üçün, mən burada sadə yazmışam sizə ilk başlanğıcda deyə. One reason I agree is that. Bunun əvəzinə başqa şeylər də yaza bilərsiniz siz. Yəni bu sadədir də. On the one hand, on the other hand, bilirsiniz də o sözləri. Onlardan istifadə edə bilərik. Məsələn, burada yazmışam ki, one reason I agree is that. Səbəb nədir? Onu veririk. Sizcə nə ola bilər baxmadan hələ? Reduce pollution-a səbəb nə ola bilər? Pollution azalması. Transportun artımı. Transportun artımı Azalması. əla. Bunu explanation-da verəcəyik. Səbəb Reduce nədir? azalma deyil, pollution azalması. Yes, Başa reduce. düşdüm. Hə, Yəni reduce transport, nə azala bilər? azalır ki, reduce pollution. Yaşıllığın artılması, yeni ağaclar əkilə bilər məsələn. Transport azala bilər, azalmalıdır. Hə, Bunlar çözümdür axı məncə. No, mən elə demirəm. Mən istədiyim odur ki, yəni ki, səbəb nədir mən bu fikri qoymuşam? Mən bu fikri qoymağıma səbəb onu deyirəm. Mən bu fikri niyə qoymuşam? Reduce Qoymağa pollution. səbəb. Aha, çünki niyə sizcə? Çünki məsələn güclü şeylər olanda, regulationlar olanda government tax qoya bilər. Buna görə də insanlar pollution'u azaldır. Yes, dövlətin qanunları. Yes, qanunlar Hamısı fikir versiniz cümlə bir-birinə əlaqəlidir. Introduction-da qanuna danışıb, burada da onu gətirib açıram. Ki, dövlətin qanunları təsir eləyə bilər ki, insanlar daha az çirkləndirsin ətrafı. Aha. Sonra explanation-da məsəl üçün verə bilərik ki, transportdan dedi Nərmin xanım. Transport ətraf mühiti çox çirkləndirir. Bizim izahımız budur. Amma yəni bu çirklənmənin qarşısı alına bilər. Və nəticədə nə olacaq? Qarşısı alınsa, ətraf mühit daha təmiz olacaq. Nümunə də verə bilərik bu arada. Özümüzdən bir nümunə də verə bilərik ki, məsələn, filan ildə hansısa bir ölkə belə qanunlar qoyub və yaxud öz ölkəmizdə axı ekobaslara keçmişik biz. Öz ölkəmizdə də elə ekobaslara keçmişik deyə bu bir nümunədir ki, çirklənmənin qarşısı alınır. Bunların hamısı izah eləyirik. Əsas orada bizim fikir vermə olduğumuz hissə fikirlərimiz bir-birini təsdiqləsin. Introduction body-ni təsdiqləsin, body conclusion-u, conclusion introduction-u hamı bir-birini təsdiqləməlidir. Təsdiqlənmə olmadısa, o səhv gedir. Məsəl üçün, burada nümunə kimi, baxın, this is because explain-də belə başlamışam ki, bunlar nə edir? Məsələn, mən emotionlardan danışmışam, amma siz transportdan danışa bilərsiniz. Sırf burada emotion var deyə bilmərik ki, yox, həmişə bundan danışmalıyım. No, hərənin şəxsi fikri olur axı. Hərənin şəxsi fikri olduğuna görə hər kəs öz şəxsi fikrini yaza bilər. Gələn dərsə, gələn həftənin ikinci gününə də, üçüncü gününə siz indi mən mövzu verəcəm. Baxın, necə yazacaqsınız ilk esseni. Aha, another reason I agree is that. Bu da ikinci səbəbimiz kimi götürürük. Və sonradan conclusion'dır. İndi mən burada qısa-qısa yazmışam ki, bütöv deyil də, simple essay'də onsuz da bütövünü danışacağıq. Və conclusion'da nə olmalıdır? Conclusion eyni yuxarıda dediyimizi parafraz eləyirik. I strongly agree that governments should take more action to protect the environment, to reduce pollution and increase public awareness. Gördünüz, yuxarıda da reduce pollution danışmışam, increase public awareness danışmışam. Hətta bunu söz ehtiyatımız çoxdur deyə əvəzləyə edə bilərik. Yes. İndi gəlin simple essay baxaq. Birinə baxacağıq. O birisinə də növbəti dərslərdə. Gəlin başlayaq. İzah edə bilərsinizmi Elvira xanım? Some people, some say, bəyənməzlərdir ki, some say that music, art, drama are as important as the other school subjects, especially the primary level. Do you agree or disagree? Mən yazmışdım bu hətta. Deməli, some people believe that
insanlar inanır və ya məsələn indicates or argue yazmaq olar burada. Amma Məsələn, argue deyə bilmərik. Bilirsiniz niyə? o Argue o bilirsiniz nə? Discussion hissədir. Onun növbəti hə, dərslərdə keçəcəm. discussion onu dedim. Discussion Argüdə hissədə deyirlər. bir-birlərinin fikirlərlə, yəni razı Hə, deyirlər ki, hə, yəni mübahisə olur. mübahisə gəz. Mən deyirəm ki, məsəl üçün drama yaxşıdır. Nərmin xanım deyir ki, yox. Riyaziyyat daha yaxşıdır. Hə, Burada orada uje yazılır discussion və hissədir şəkildə də bu. while others orada Yes, while others'dan, yes, növbəti dərslərimizdə olacaq. Amma burada sırf, yəni kiməsə nəyisə inanması, düşünməsindən gedirsə söhbət, think, believe-lə əvəzlənər. Aha. Art related subjects, yəni artla bağlı olan subjektlər. Görürüz, art dramanı verdi arts related. Parafrazda necə oldu? Important as Bunlar other- eynidir. Aha, Important əvəzinə nə yaza bilərik məsəl üçün? Tutaq ki, essential, essential, Crucial, essential, crucial, vital, essential, key role, yes, significant. significant, yeah. Other school subjects, especially for primary school children. Yes, Primary level dəyişib, level school children. primary school children olub, yes. Və test statement. I totally agree with this statement. Tamamilə razıyam bu fikirlə. Aha, indi səbəb Because var. this can help children to discover their talents from an early age and can increase their confidence. Deməli, birincidə onların talentlərinin məsələn necə ortaya çıxdığı da valideynlər müşahidə edib ya müəllimlər müşahidə edib onları ortaya çıxarda bilər. Digər tərəfdə isə yəni rahat olurlar da, confidence, özgüvənli olurlar haqqında danışmalıyıq. Yes. Görürsünüz də, bir də gözürsən, bax görürsünüz də nəticəni verir ya burada. Thesis statement-də razılaşdım və bu razılaşmağımın nəticəsi nə olacaq? Nəticəni verir. Razılaşmağımın nəticəsi nədir? Məsələn, deyə bilmərik ki, oradan görürsüz, Nərmin xanım, ümumi demədik. Sırf xüsusi nəticəni vurğuladıq. O nəticəni də explain eləyəcək bodydə. Ümumi desəydik belə deyəcəkdik ki, səhv variant, yəni ümumi desək, belə olacaq idi ki, hə, uşaqlar məsələn öyrənmələri onların həyatlarını məsəl tutaq ki, ümumi desək, yaxşı təsir edir. Sadəcə hə, yaxşı təsirləyir. Onlar məsəl üçün özlərini pis hiss etmirlər. Vəsə. Bu ümumidir, amma necə təsir eləyir? Nəticə nə olacaq? Aha, ardına baxaq indi, one of the reasons. Baxın bu birləşmə superdir. Siz də yazanda ev tapşırıq ki, bunlardan istifadə etsəz əladır. Aha, oxuya bilərikmi bunu? Mən oxuyum. Mən? Kim? Elvira xanım. One of the reasons I agree that creative subjects have the same importance as other school courses in primary school in that they allows students to find out their potential talents early on. Yəni deyir ki, mən razı olduğum fikirlərdən biri odur ki, kreativ fənlər digərləri kimi vacibdir məktəb dərslərində, aşağı siniflərdə. Çünki o imkan verir ki, uşaqlar aşkar eləsinlər potensialını erkən yaşlarda. Yes. Burada the same importance as other. Bu hissəyə baxın, the same importance as other. Yox, əgər ki, agree disagree isə bu çox gözəl bir cümlə strukturudur. Agree disagree hissələrində nələrsə müqayisə olunubsa, ki, çox vaxt müqayisədə verilir də, özünüz görürsüz. Bu birləşmə, the same importance as other super birləşmədir. İndi onun əvəzinə ola bilər ki, desinlər ki, ingilis dili ilə, məsəl üçün, türk dilini müqayisə edirlər. Deyə bilər ki, və yaxud da Çin dilini. Deyir ki, Çin dili kimi, ingilis dili kimi Çin dili də önəmlidir də dünyada. Deyəcək ki, English is the same importance as China, Chinese language, as a Chinese language. Bu birləşmə super birləşmədir və siz evdə mütləq dəftər tutun özünüzdə ümumiyyətlə, writing dəftəri. Bu qaydaların hamısını dəftərinizə köçürün. Köçürdükcə daha çox yadda qalır, sonra məşq eləyəcək, yazacaq falan, daha yaxşı olacaq. Aha. That is to say, hansı ki bu deyilir ki, school age is the most convenient time for students to learn more about their interests by trying different activities as they are young enough to pursue their hobbies. Deyir ki, yəni misal, that's to say, yəni bunu demək olar ki, deyil. Hani nümunə kimi deyirik də, for example kimi də deyirik ki, Deyir ki, nümunə məktəb kimi. yaşları ən rahat vaxtlardır. Şagirdlər daha çox maraqları ilə məşğul olmaqları üçün, öyrənməkləri üçün. Belə müxtəlif aktivitetlər deməli cəhd eləməklə onlar deyir
Pursue. young yaşlarında, yəni gənc yaşlarında pursue edirlər, yəni inanırlar yoxsa? Yes. Nəysə Tamam. istəyib arxasıca gediriksə pursue olur. Hə, Yes. Sobilərin tamam. arxasıca gedirlər. Follow manasında. Yani Yes. izleyirler. İzləyirlər, Hə, amma bunu ürəkdən istəyirlər də. yeah. Ha. Bir şey ürəkdən istəyib daha arxasıca gedirsən, siz IELTS almaq istəyirsiniz, pursuit olur. İsim forması pursuitdir. Bir də onu məsələn characterize eləmək üçün determined person da elə Yes, qətiyyətli. Bəli. Qətiyyətli insan, Hmm. yes, determined. Mhm. They will probably Not have any other chance to later in their lives to discover that because they will be busy with difficult exams when they get older. Deyir ki, onlar deyir bəlkə də mümkün qədər probably not have yoxdur. yox. Bunlar Şansları. yəqin ki, başqa şansları olmayacaq həyatlarının Gələcək başqa bölümündə. həyatlarında. Onlar Yes. məğlub Görürsüz, açıqlama verir ki, olacaqlar. gələcəkdə eləyə bilməyəcəklər, ona görə indidən eləyirlər də. Çətin examləri olacaq. Nə vaxt ki onlar böyüyəcəklər də, yəni onlardan. Yes. Bir də Mən probably eminim. not have var. Yəni orada do not have olmalı deyil. Biz onu not have düzgün Do not will gələcək zamandır. Ehtimalımızı bildirir. will var. Hə, will Yes. görmədim. Will not have. Yes, probably da ortaya qoyuruq da will ilə not arasında. Və bu advanced level cümlə strukturu kimi götürülür də. Will have. Will Yes. have, hə. Gələcək zaman düzdür, gələcək zaman sadə gələcək zaman istifadə olunur burada. Amma yenə də əgər burada bir ehtimal veririksə, burada özü probably qoyulub. Və buradakı yuxarı level sözlərə baxaq. Convenient var məsəl üçün. Görürsüz Pursue convenient. özü. Burada əsas sözlərdən çox cümlə quruluşlarıdır, baxın. Hı. Əsas advanced level. Belə baxanda sadə görünür, amma examiner bunu oxuyanda başa düşür də. Bizə lazımdır ki, examiner bunu başa düşsün. Yazdığımızı anlasın. Çox sadə də olmasın, amma yəni başa düşsün də. Bunu görsəz hamımız başa düşürük. Deməli bu yuxarı leveldir. Deməli mən ADA Universitetində keçirilən bir dənə writing konfransı olmuşdu. Böyük ehtimalla bu ildə keçiriləcək. Bəzəkçi. Mən görmüşdüm artıq davamısı. Mən keçən il getmişdim. Bu il də keçiriləcək və yəqin bizə starsular çağırmışdılar. İndi bilmirəm. Bu il bütün tələbələr gedər ya yox. Məsələn, orada writing konfransında belə bir şey var idi ki, dedilər ki, qadın orada Amerikada falan oxumuşdu, onların ingilis müəllimi. Dedi, sınaq keçirdiblər ki, writing yazsınlar uşaqlar və bəzi uşaqlar götürüblər yuxarı level sözlər, yuxarı level birləşmələr yazıblar writing-a. Onların balı aşağı gəlib. Sadə dillə, amma yes, aydın və biraz yuxarı level vokabulary və qramma ilə yazan uşaqların balı yüksək gəlib. Sonra deyirlər, niyə belə oldu? Axı mən akademik dillə yazmışam. Səbəb də odur ki, akademik dillə o qədər belə çox belə akademikləşdirmisiniz ki, onlar deyiblər də, bəs biz bunu başa düşmədik. Bizim istədiyimiz nədir? Sizi başa düşək. Biz sizi başa düşmürüksə də bunun bir önəmi yoxdur da yazmağın. Ona görə sadə və izah olunan bir dildə yazılmalıdır. Məsələn, burada da for example, most famous singers were discovered. Görürsüz burada məchul növ qoyulub. Məchul növün özü də belə yuxarı level qramma sayılır by their music. Məchul növdür. Teachers at school from at a young age, they claim nədir? Yəni göstərməkdə şey. İddia eləmək. Yes, İddia, iddia hə. eləmək. They could not be that successful if their teachers görürsüz if birləşməsi. Bu conditional sentence. Yeah. Görürsüz, mətn bizə çox sadə gəlir. Belə baxsa deyir, "A, bu çox sadədir axı." No. Burada məhkul növ var, burada condition var. Yəni görürsüz, yuxarı level also istifadə olunsa da yuxarı level grammar istifadə olunub. Okay. Find out the talents when they are young. Gəl ikinciyə baxaq. Nərmin xanım, siz oxuya bilərsinizmi? Well, moreover, music, art, and drama subjects help students to boost their confidence. That is because create lessons teach students how to perform in front of lots of people and give them a chance to socialize with other students. As a result, students can realize their real potential and act more confidently. For instance, many psychologists suggest to students who are struggling with social anxiety to take drama lessons as it helps to enhance confidence. Deməli burada deyir ki, moreover orada əsasən bizə link Əlavə olaraq. gördü. Onu bəli. Yes. Aşağıda yazmışam onları deyəsiz, siz baxın. Yox, tərcüməsini demirdim əsasən orada deyirdim ki, yəni Amma linking baxın, words F tapşırıq. istifadə etmək lazım. Bəli. Yes. F tapşırığı bu arada bunlardır. İndi aşağıda qeyd Mhm. edək. Yes, bir dəqiqə.
Moreover orada linking words-dür, əlavə Ha, olaraq deməkdir. ifadəsi Daha də sonra var. burada deyir ki, birinci axı birinci səbəbi verdikdən sonra ikinci səbəbdə bu uşaqların anksiyeti nə deyirlər ona? Anksiyetik. Stressdən, bəli, həyəcandan əziyyət çəkdiklərindən danışır və Aha. psixoloqlarındakı Yes. suggest Təklifini nə deyə bilirsin. təklifini bəli irəli sürür, example kimi verir. Deyir ki, yəni to take drama lessons as it helps to enhance confidence. Drama lessons onların özgüvənlərini artırar. Prosta Artırır. əvvəlləri Yes. nə dedi? Unutdum onu oxuyanda. Yaradıcı Baxıb bir kreativ dərslər, yaşamda. Aha. aha, yaradıcı dərslər tələbələrə öyrədir. Necə Çox çıxış insan eləsinlər qarşısında, insanların bəli, qarşısına. çox insan qarşısında çıxış eləməyi və sosiallaşmağı və belə nəticə də odur ki, dramalar onların anxiety-lərini azaldır. Yes. Və nəticə olaraq Introduction-da introduction-da verdiyimiz danışmışam. kimi. Aha. Oxuya bilərikmi bu hissəni? In conclusion, this essay completely agrees that music, art, and drama have the same value as other subjects in primary school because it allows children to discover their hidden talents Talent. early on and increases their self-confidence. Hə, Eyni yenə şeyi oxuyub. introduction-da sadəcə paraphrase edib yazıb. Yes. Deyir, esse tamamilə razıdır bu fikirlə. Musiqi, rəsm, dramanın bir çox dəyərləri var. Bir çox Aha. üstünlükləri var deyək də, same. Eyni daha Yes. doğrusu. Dəyərləri, üstünlükləri, yes. Mhm. Introduction parafraz eləmişik. Deməli biz yazanda necə yazacaq? Mövzunu indi mən aşağıda qeyd eləmişəm, deyəcəm hansıdır. İlk öncə birinci parafraz elə və thesis statement-ı qoy və thesis statement-dan sonra niyə bu fikir düşünürsüz də, niyə razısınız, nəticəsi nə olacaq? Bunu introduction-a verin. O nəticələr body-də yazın və sizə bir metodu deyim. Introduction yazdınız, qurtardınızmı? Bu arada vaxt da qoyun ha özünüzə. 30 dəqiqəyə bitirməyə çalışın. 30 dəqiqə. 40 dəqiqə imtahanda verirlər bizə, amma siz 30 dəqiqə bitirməyə çalışın. Introduction yazıb qurtardınızmı? Oturun yoxlayın. Qrammatik səhvlərinizi falan analiz eləyin. Tutaq ki 5 dəqiqəyə, 6 dəqiqə introduction yazdınız, 2 dəqiqədə onun qrammatik səhvlərini yoxlayın. Keçin sonra body one-a. Body one-ı yazdınız, qurtardınızmı? Yenə də yoxlayın. Bu dəfə həm body one-ı yoxlayın, həm introduction-ı yoxlayın. Sonra body two-nu yazdınız. Təzədən yenə yazıb qurtarırsınız body two, body one, introduction. Sonra conclusion yazın. Conclusion yazandan sonra yenə conclusion və o birisi ümumi hamısını təzədən yoxlayın ki, nəsə qrammatik səhv olubmu? Çünki siz qrammatikanı bilirsiniz. Siz qrammatikanı bilməyən olsaz, bilməyən tələbə olsa, sizin üçün tapmaq çətin olacaq. Qrammatikanı bilirsiniz ki, özünüz avtomatik oxuyanda ikinci, üçüncü dəfə görəcəksiniz ki, burada səhv eləmişəm. Məsələn, ikinci dəfə oxuyanda o səhvi az görəcəksiniz. Üçüncü dəfə deyəcəksiniz, burada da səhv eləmişəm ki. Belə-belə qrammatik səhvlər azalacaq. Qrammarın balı qalxacaq. Yuxarı level sözlə keçmişik də biz. Ona görə mətnimizə baxaq, mövzumuza. Deməli, çalışırıq metoddan istifadə edirik və linking words-lərdən istifadə edirik. Onlar çox önəmlidir. Baxın, bəlkə də çoxunu bilirsiniz böyük ehtimalla. Linking words-ləri yazmışam və bu bizim esse mövzumuzdur. Müəllimə, Bu mən olar ki çıxım. Biz yola çıxmalıyıq. Çata bilməyəcəm dərsdə oturmağa. Əslində 15 dəqiqə qalmış çıxmalıydım. Tamam. Tamam, olar. Okay. Ev tapşırığı onu mən göndərmişəm də qrupa. Hə, siz rekord edirsiniz, onsuz baxacağım bu videoyu yenidən təzədən. Tamam. 6-cı gün mən onda speaking-i sizdən soruşaram. Yaxşı, yaxşı. Tamam. Sağ olun. Sağ ol.